fəxr edərdim çox uzun qol ba vəfa qardaşı və qollarım bağlı gəzəndə Kufənin bazarını yadı və saldığın Fərat üstə düşən qollarını Hanı və qardaşına bəlfəz və belə iftixar eləyərdim Alar Zeynəbə söz dəydi ox tək Durdu yerdən şiir tək İndi buradan bir yana bir dizi üstəyir Zeynəbin cavabını gərək özü kimi qeydətlə oxuyasan Zeynəbə söz dəydi ox tək Durdu yerdən şiir tək Dəfətən qəmdən Düzəldi tir tək Netqə ateş varad ilaşdı xanım Şəmşir tək Haşimiyyət qanı gəldi coşuşa dərya kimi Həqqidən etdi difa əldə iləm Zəhra kimi Yəbnə mərcanə Dedi fikr eylədin xar olmuşam Gəmçilər bağdar edibdi mən quftar olmuşam Yoxdur Abbasim Sən fikr eləysən əsiri Dəsti kuffar olmuşam Qəlbimi qəmlər Şəmadətlər yorumlar xəstiyəm Dinmürəm dama düşən quş xəstənada bəstiyəm Şiir Zəhrani Əmən şiirəm Esarət bilmərəm Qollarım bağlansa da Tərz o həqarət bilmərəm Dedi evi dağılan ersüdür məndə şəcaət Arifəm azadiyəm Zülmə gərdən qoymaram çünki peyəmbər zadiyəm 7 qardaşım ölübdü Evi dağılan 7 qardaşım ölübdü Müxtəsər ofqadiyəm Dini kəşdi fərzəgər etsən ona mən ləngərəm Harda zülm olsa o yerdə mən Hüseyinə digərəm İbn-i Ziyad qururla əyləşmişdir Amma bunda qeyrətə bax xanım Zeynəbdə bax Dedi İbn-i Ziyad çox özün ərzişli görsətmə Belə hüzdavrəsən Nəslini məndən soruş Qalsın hələ meyxanəsən Tuğlə-i pəsli Zənəbi əffət o bədkarəsən Mən nəvay-i inqilabəm Bilmərəm pərvanəvi Çox özündən çıxma bir qeyrət Mənim mərcanəm Qeyrətə bax xanımda Nənəsinin adıyla çağırır Dedi çox belə ərzişli görsətmə özün hüzzarı Nə qururu nə nəyləşibsən Bəh bəh Nəslübü məndən soruş Qalsın hələ meyxarəsən Tuğlə-i pəsdir Zəni bi-iffət o bədkarəsən Mən ləvay-i inqilabəm Bilmərəm pərvanədir Çox özündən çıxma bir qeyrət Nənün mərcanədir Bəh bəh Qeyrətə bax Başuva dolanın xanım Bağlı qollara dedi Baxma belə təhqir ilə Bəh bəh Qolda bağlansa bərabərdür dilim şəmşir ilə Bəh bəh Qeyrətüvə qurban olum Zeynəb Adıva qurban olum xanım Abbasiyəmi sən deyəcəksən Dedi mən Hüseyin ibn Ali şiir bir pervaz
هوشumu yığmış və mən Heydərim. Heydər. Qurbanınız olun. Hamuza mən qurban olun. Dedim məlun, sən belə fikr eylüsən, izzət fəqət mənsəbdədir. Yox, bilmədin qudrət vəli xəncərdə, yox, mətləbdədir. Bəh, siz kökənqan batmayın, yeksərrəcə. Bunu deyəndə İbn-i Ziyad acıqlı baxdı xanım Zeynəb. Təxtin üstə əyləşib qurur edən məlum. Elə acıqlı baxdı xanıma. Baxdı nixvətlən o zalim Zeynəb-i qəmpərvərə. Başüvi cəlladə kəstirəcəm. Dedi əyləş yerə. Xanıma deyir. Başüvi cəlladə kəstirəcəm. Dedi əyləş yerə. Burada mənim dilimcən yox, öz dilincən yox, xanım Zeynəbin dilicən. Elə bil xanıma kömək eləysən, Heydərəmi elə deyəcəksən, ta düşmənan Heydərin gözünə bir ox ola bu Heydər. Eşqinə deyəcəksən, baxdı nixvətlən o zalim Zeynəb-i qəmpərvərə, başüvi cəlladə kəstirəcəm. Dedi əyləş yerə. Xanım viqarınən durdu ayağa. Dedi ağzımı bağla İbn-i Ziyad, ağzımı bağla buyurdu Abdala Peygamber'e. Sen kimi muzdur o bir gayretlere aşeymem. Gözlerin sil yaxşımaz ben Zolfəqarım. Uca denen Heydər, Heydər. Bunu deyəndə, bu sözü deyəndə, gözlərin sil yaxşı bax. Mən Zolfəqarı Heydərəm. Bunu deyəndə İbn-i Ziyad dəstur verdi. Cəllad gələ məclisə. Allahu Ekber. Çubu Xeyzərani aldı əlinə. Mənə bax, balalar baxır. Mən hamızdan bu suali eləyəm, bir uşağın yanında məqsuzə nəgər qız uşağı yola. Babanı vuralar, uşaq nə halə qalar. Əgər bir uşağın yanında atanı vursalar, qatar həmsayələr cağırar. Deyər gəlin qoymayın, mənim babamı vuralar. İmam-ı Zəmanə bax. Qulaq as, çubu Xeyzərani götürdü məlğun, yaralı dodaqlara cəsarət eləyə. Çubu Xeyzərani götürəndə gördülər mənə bax, Zeynəb əllərin qoydu Rüqəyyənin gözünə, qoy balam görmə. Ay baba. İmam-ı Zəmanə ağa cənəndə Hüseynin susuz dodaqlarına Rüqəyyə saldı gözün Zeynəbinə yalvarına. Əmmə qoyma babamı vuralar. Əmmə qoyma babamı vuralar. Ay gördü cəsarətini yaralı ağaca. Rüqəyyə üzün dolandırdı Nəhriyəl Gəncəmdinə Kərbəlaya. Əmu əvəl bəz gözünlədir ax, əmu gəbaşıva dolanım əmu.
Dedi əmmə, yapışdı əmməsinin ətəyindən. Rüqəyyə yapışdı əmmənin ətəyindən. Dedi əmmə, bunlar ki bilmədi bizlərdə izzət o fəzli. Qolun ki bağlıdır əmmə, çağır əvəl vəzli. Üzün dolandırdı nəhriyəldənə. Dedi qurbanəm o Əbbas uzun qolları. Əmə ehtiyacı bibimin var, uzun qolları var. Əmə qəsəm əkbər canına istəmirik səndən su. Öldürəylər bizi, əllərdə nə var yoxdur. Gördü elə ahanət elin, tohin elin yaralı başa məlun. Dedi evi dağılan, əlvi salyan və söhbətündə ba ədəb ol. Zeynəbi sözünə bax, əlvi salyan və İbn-i Ziyad, söhbətündə ba ədəb ol. Müqabilündə duran şahilafəca qızıdır. Bu qədri dil yarası vurma, qardaşı ölə. Evi dağılan bu qədri dil yarazı vurma, qardaşı ölənə. Nəcəf yaxındadır zalim, əlin uzatma mənə.